Herkese salam, kanalıma xoş gəldiniz. Bu dəfə də yeni vlogla qarşınızdayım. Çox maraqlı bir vlog hazırlamışam. Bugün biz həftə sonudur. Qızımı gimnastika dərsinə gətirmişik və həmin dərsdən çıxıb atamgilə getməliyik. Atamgil başqa rayonda yaşayır. Ona görə də biraz uzun yolumuz var. Təxminən 1 saat yarım, 2 saata yaxın yolumuz var. Və ora yollanırıq. Və yolumuz Gəncə stadionunun qarşısına keçdi. Onu da çəkdim ki, bu möhtəşəm görüntüləri siz də görəsiniz. Çatar çatmaz bu gözəl süfrə ilə qarşılaşdım. Anam bizim ən sevdiyimiz yeməkləri hazırlamışdı. Dəfələrlə vloglarımda demişəm, aşı çox sevirəm və o mütləq aşı hazırlamışdı. Digər başqa dadlı yemək də var idi və bu gözəl şirniyyatları da anam özü hazırlamışdı. Bu isə bizim öz həyətimizdəndir. Limondur. Gətirdi ki, gəlin limonlu şirniyyatlı çay içək. Dadı möhtəşəmdir dostlar. Bu limonları atam özü yetişdirir bağda. Mən onları sizin üçün çəkmişəm. İrəliyən dəqiqələrdə görəcəksiniz. Şirniyyatı da anam özü hazırlamışdı. Əvvəl elə bildim ki, onu alıblar. Sonra anam söylədi ki, yox, bişirmişəm. O qədər ləzzətli, dadlıydı ki, elə bildim ki, həqiqətən harasa alıblar və ya bişirtdiriblər. Bu qədər dadlı idi. Bu limonun ətri də ki, mükəmməl. Kaşki elə bir şərait olardı ki, mən onun ətrini sizə ötürə bilərdim. Həqiqətən möhtəşəm idi. Qızım da nənəsigilə getməyi çox sevir. Orada dostları var, onlarla oynayır. Ona görə də onun üçün 2 qat əyləncə olur bizim anamgilə getməyimiz. Çox sevinclidir, videolardan da görürsünüz. Burada isə qızımın hədiyyəsi var. Dostlar, biz ailədə 3 uşağıq. Bacım, qardaşım və mən. Bacım və qardaşım Bakı şəhərində yaşayır. Mən isə rayonda yaşayıram və anamgilə ən yaxın olan mənəm. Ona görə də tez-tez gedirəm. Çalışıram ki, 2 həftədən bir heç olmasa gedim. Təbii ki, hərdən alınmır işlə bağlı. Amma istəyirəm ki, gedim. Anamgil də elə bizə tez-tez gəlirlər. Demək olar ki, hər həftə görüşürük. Bu hədiyyəni də bacım göndərib qızım üçün. Anamgil ora getmişdilər və onlarla qızıma hədiyyə göndərib. Bu köynəyi çox gözəldir. Əyninə elə gözəl yaraşdı ki, öz stilinə uyğundur və sevə-sevə geyinir. Burada isə biz yatmağa hazırlaşırıq. Həmişə bura gələndə bizim üçün ümumiyyətlə bacımın, qardaşımın, mənim üçün gələndə ayrıldığımız bir otaq var. Qonaqların yatmaq otağı belə deyək. Həmişə anam orada bizə yer açır ki, gəlin yatın. Amma qızım orada yatmaq istəmir və qonaq otağında yatır, həm də nənəsi ilə yatır. Deyir ki, nənə gəl biz burada yataq. O da onun üçün xüsusi bir həvəsdir, sevincdir ki, nənəsi ilə qonaq otağında yatsın, divanda yatsın. Çox həvəslənir. Ona görə də elə qızım divanda yatdı, biz isə keçdik qonaq otağında yatdıq. Daha sonra isə sabah oyandıq. Anam çox gözəl səhər yeməyi hazırlamışdı. Yedim. Hər dəfə onun səhər yeməklərini yeyəndə uşaqlığım yadıma düşür, məktəbə getməyim yadıma düşür. Hər səhər oyanırdı və bizim üçün mütləq süfrə hazırlayırdı. Daha sonra isə keçdik bu gözəl bağımıza. Bağımız çox böyükdür. Demək olar ki, əksər meyvələri bizim bağda tapmaq mümkündür. Hər meyvənin sezonu olduqca həmin meyvədən bizim bağda olur. Bu uşaqlığımızdan belə idi, lakin sonraki illərdə atam daha da çoxaldı, müxtəlif növ ağaclar əkib, indi də hər biri bar verir, çox ləzzətli meyvələr var və payız aylarında da ona görə də atamgilə getməyi daha çox sevirəm. Çünki gedirik, təzə-təzə əlimizlə dərib meyvələrdən yeyirik. Əvvəllər bu bağımızda atam arıda saxlayırdı, ona görə də arı yeşiklərinə bəzən görünür kadrlarda, amma hal-hazırda saxlamır, arımız yoxdur. Burada mən meyvələrdən dərirəm, bu səbətə yığıram, nar, bunlar çox ləzzətlidir, özüm bilirəm hansı ağacın narı daha dadlıdır, ona görə də narı özüm yığıram və keçirik digər meyvələrdən yığmağa. Dediyim kimi görürsünüz, müxtəlif almalar, hər iki növ nar, şirin nar, turş nar, qoz, hətta sitrus meyvələr belə bizim bağımızda var. Bizim bağımızda hətta biz uşaq olandan demək olar ki, sitrus meyvələr yetişir. Mandarin ağacımız var idi. Amma nədənsə mən bu meyvələri görəndə mandarindir, portağaldır, limondur, həmişə yadıma Lənkəran düşür. Mən əvvəlki videolarımda da demişəm, təkrar yenə deyirəm. Mən həyatımın 2 ilini Lənkəranda yaşamışam və Lənkəran Dövlət Universitetində magistr təhsili almışam. Çox gözəl illər olub həmin 2 il. Çox gözəl xatirələrim var. Bibim də orada yaşayırdı, Astarada yaşayırdı və mən həftə sonları bibimgilə gedirdim. Əsl Cənub zonasının mətbəxinə aid bütün təamlardan dadmışam və çox bəyənirəm. Onu da deyim ki, Cənub zonasının yeməkləri çox ləzzətli olur. Mən çox bəyənirəm və eyni zamanda belə gözəl bağlar olur. Orada limon, mandarin, portağal, kivi, feyxa bağları olur və orada gəzmişəm doya-doya. Çox sevirəm Cənub bölgəsini. İnşallah bu yaxınlarda da getməyi düşünürəm.
Təhsil almağımla yanaşı məni ora bağlayan başqa bir nüans da var. Mənim hər iki valideynimin anası, birinin isə atası məhz Cənub bölgəsindəndir. Ona görə də yəqin ki, mənim xüsusi bağlarım var Cənub bölgəsinə. Çox sevirəm o torpaqlara, ora getməyi. Ona görə də həmişə arzu eləyirəm ki, gedim. Elə axırıncı səfər magistraturanı bitirəndə 2016-cı ildə Lənkərandan çıxdığımda, amma indi çox istəyirəm və düşünürəm ki, bu il bu arzumu həyata keçirə biləcəm və Lənkərana səfər edəcəm. Dostlar, gözəl söhbətlər fonunda meyvələrimizi dəririk. Burada isə mən göbələk tapıram. Bunu qızıma göstərirəm. Kəsilmiş ağacın kötük hissəsində yetişiblər. Gözəl görüntüdür. Qızım da baxır, çox xoşuna gəlir və o televizorda görür. Deyir ki, ana gəl bunları yığaq, bişirək. Mən də deyirəm ki, qızım yox, hər göbələyi biz yeyə bilmərik. Yeyiləsi olan göbələklər xüsusidir. Ona görə də bunlara dəymirik. Sadəcə baxırıq, zövq alırıq. Bu çiçəklərin rənginə baxın, necə gözəldir. Bundan da yoldaşım dərir, bir-iki dənə götürürük. Mən kitablarımın arasına qoymağı xoşlayıram belə çiçəkləri, oxuduğum səhifələrə və təkrar həmin kitaba qaydanda bu çiçəkləri görəndə həmin xatirələr gözümdə canlanır. Sanki həmin hissləri təkrar yaşayıram. Ona görə də belə balaca çiçəklər görəndə onlardan biraz toplayıram. Biz meyvələrdən yığmağa davam edirik. Burada gedirik, qoz ağacı var. Həmin ağacın altına və qoz yığmaq istəyirik. Artıq qoz yetişib, həm də biraz külək olub deyə dibində çoxlu qoz var idi. Biraz dibindən yığdıq. Daha sonrası üstündən də qopardım bir-iki dənəsini və qoz da topladıq. Düşündüm ki, bağda olan bütün meyvələrdən əlimlə qoparım, yığım. Daha sonra gedim onlardan gözəl bir meyvə salatı hazırlayım və nuş edək. Mən artıq yoldaşım dildə yaşayıram və orada həyətimiz çox balacadır. Demək olar ki, ağacımız yoxdur. Əksər meyvələri biz alırıq və bu o ləzzəti vermir. Alıb gətirib, soyub yemək o ləzzəti vermir ki, bunu əlinlə yığırsan və aparırsan, yeyirsən, bunun ləzzəti tamam başqa olur. Yəqin ki, mənimlə razı olarsınız. Gəlirik, elə burada evə getməmiş qoz sındırırıq. Doyunca qoz yeyirik, evdə aparmırıq ki, qozu sındırmaq biraz çətindir, hər yerə tökülür qabıqları. Ona görə də qozu həyətdə yeyirik və digər meyvələri isə gedib evdə yeyəcəyik. Qozun da ən sevdiyim halı bu təzə sütül qozdur. Çox ləzzətli olur. Quruyanda xoşlamıram. Düzdür, yağlılığı daha çox olur, amma mən belə xoşlayıram. Və belə sütül qozlarımı da götürürəm. Bunu yeyə keçirik o biri məhəlləmizə. Bizim dediyim həyətimiz çox böyükdür. Bu gözəl çiçəklər isə anamın çiçəkləridir. Bunlara xüsusi diqqət edir. Vaxtı-vaxtında suyun verir və nəticədə belə gözəl güllük, gülistanlıq olur. Həyətimizdə görürsünüz, hansı növdə desəz gül var. Bu isə anamın toyuqlarıdır. Gəlirəm onlara da yemək atıram ki, yaxına gəlsinlər, çəkim. Burada isə təbii yumurtalar olur. Elə səhər yeməyimizdə də yumurta yemişik, çox ləzzətli. Keçirik o biri məhəlləyə. İkinci hissə var bizdə, həmin balaca hissiyə və orada da yenə belə gözəl güllərdir. Hər növdə rəngli-rəngli, çox gözəl görünürlər və burada limon olmalıdır. Gedirəm limonlara baxmağa. Pəncərədən baxıram, görüm anam nə edir, mətbəxdə nəsə edir. Günorta yeməyi hazırlayır və keçirik o biri məhəlləmizə. Bu isə boranıdır, balqabaq. Biz buna boranı deyirik anamın. Görün necə gözəldilər, hələ ki yaşıldır. Burada yetişmişi də var, sanki gözümə dəyib, biraz saralmış kimi, amma tam yetişməyib. Bu tam sapsarı olur və həmin vaxtlar çox ləzzətli olur. Evimizdə çox da sevilməsə də, amma anam ən azı ildə 1-2 dəfə bizə belə balqabaqlı aş hazırlayırdı. Biz bunun aşını çox sevirik və mən bəyənirdim, yeyirdim, şəkərli olurdu, gözəl dadırdı. Qızım burada baxır bizə, mən gəlmişəm limon dərməyə, bax bu ağaclar limon ağaclarıdır. Bəzilərinin aşağı hissəsi torpağa dəyib və qaralıb. Mən də məhz həmin limonları qopardım ki, yuxarı hissədə olanlar hələ ki qalacaq. Bu aşağıdan qopardaq qaralmış hissələrini və meyvələri çox zayi etməyək. Belə toplayıram, biri artıq sapsarıdır. Bunları özümlə aparacağım öz evimizə və orada çay içəcəyik. Meyvələri topladım. Belə gözəl səbətim var. Gəldim evə, gördüm ki, anam da mənim üçün mürəbbələr, kompotlar, cemlər hazırlayıb və onları belə karopaya yerləşdirir ki, burada hətta turşular da var. Mən özümlə aparım. Mən özüm də mürəbbə hazırlayıram, kompot hazırlayıram, amma turşu hazırlamıram. Anam çox gözəl hazırlayır. Burada bizim üçün qoyub xiyar, pomidor, müxtəlif kompotlar qoyub, hətta ərik şirəsi hazırlamışdı, ondan da bizə qoyub və yarpaqlar qoyub ki, biz dolma hazırlayaq.
Bir sözlə görürsüz, hər şeyi bizim üçün ayırıb burada və səliqə ilə yerləşdirir korobkaya ki, biz onları gətirək. Anamın hazırladıkları onsuz da xüsusi dadlı olur. Mən onun kimi edə bilmirəm. Ona görə də nə verirsə məmnuniyyətlə qəbul edirəm və gətirirəm. Deyir ki, bankaları podvalda saxlamışam və üzərləri tozlanıb, gətir onları silək. Mən də dedim ki, anacan lazım deyil, elə mən də podvalda saxlayacağım, aparıb özüm silərəm, sən narahat olma və beləcə yerləşdiririk hər birini. Anam burada söyləyir ki, mən sizin üçün meyvə də yığmışam, sənin yığdığın nədir ki, azdır, gətir onlardan elə burada yeyeyim, mən sizin üçün hər şey yığmışam və çoxlu qoyacağım, özünüzlə apararsınız. Mən də gəlirəm, meyvələri yavaş-yavaş hazırlayıram. Doğrayıram ki, bir yerdə meyvə yeyək və qızım gözləmir bizi. O mandarin yeməyi çox sevir. Bugün səhər bəlkə də 5-6 mandarin yeyibdi. Ona görə də o sevimli meyvəsini yeməyə davam edir. Mən də burada meyvə salatı hazırlayıram. Bütün meyvələri səliqə ilə doğrayıram, yığıram ki, birlikdə əyləşək, meyvə yeyək və söhbət edək. Əvvəllər ailəmiz çox böyük idi. Atam, anam, bacım, qardaşım, mən, nənəm, biz birlikdə böyük bir ailədə yaşayırdıq. Ona görə də evimizdə daim söhbətlər olurdu. Qonaqlarımız da çox olurdu. Evimiz həmişə qonaqlı olub və çox şən evimiz olub, belə deyək, səsli, küylü. Ancaq indi çox sakitlikdir. Daha doğrusu anam belə deyir. Biz gedəndə yenə həmin abu-hava olur. Anam söyləyir ki, siz olmayanda çox sakitlik olur, darıxdırıcı olur. Ona görə də siz gələndə çox sevinirəm. Əyləşirik, söhbət edirik. Daha sonra anam bizim üçün yığdığı meyvələri göstərir. Belə çoxlu alma, armud, hər birindən bizim üçün ayırıb bizim payımızı. Hətta bizim üçün qoz da yığıb. Mən sizə indi onu göstərəcəm. O çöldədir və biz də bunları yavaş-yavaş maşınımıza yerləşdiririk. Çünki birazdan yola çıxmalıyıq, getməliyik. Ona görə də bizə ayrılan payları da götürürük, yığırıq maşınımıza və yavaş-yavaş evimizə doğru yollanırıq. Kəndimizin bu dar, amma xoşbəxtliklə dolu küçələri ilə irəliləyirəm. Mənim gözəl kəndim, hər yeri yamyaşıl, təmiz havası və biz evimizə gedirik. Kəndimizə gedəndə yenə sizin üçün vlog hazırlayacağım. Elə burada da sizinlə sağollaşmaq istəyirəm. Sona qədər baxdığınız üçün təşəkkür edirəm. Hələlik.